həmişə Azərbaycanın mübarizəsinə qalxmış və Azərbaycanı qorumuşdur. Ancaq bu Xocalı soyqırımı çox dəhşətli faciə olmuş, Azərbaycanın bundan xəbəri olmamış. Bu hilələrdən Azərbaycanın xəbəri olmamışdır. Bugün bu körpə uşaqlar Azərbaycanda baş verən Xocalı soyqırımını yad etməyə və onların xatirəsini əziz tutmağa gəliblər və uşaqlar nə tələb edirsiniz? Xocalı soyqırımı yerdə qalmasın, qalmayacaq. Xocalıda məhv olanların qanı yerdə qalmayacaq. Təkcə Xocalıda yox, bütün Azərbaycanın faciələrini törədənlər mütləq tarix qarşısında cavab verməli olacaqlar. Bugün hansı torpaqlarımız əsarət altında uşaqlar? Qarabağ, ümumiyyətlə Qarabağ, sonra Zəngilan, Cəbrayıl, Şuşa,